Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində ənənəvi olaraq günün hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Bugün 4 oktyabr tarixidir və oktyabrın 5-nə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidmətinə istinadən diqqətinizə çatdırırıq. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, lakin yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-17 dərəcə isti, gündüz isə 20-25 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın bölgələrinə gəlincə, Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, bəzi yerlərdə isə duman olacağı ehtimalı var. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda isə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz isə 20-25 dərəcə isti olacağı proqnozlaşdırılır. Dağlarda isə gecə 4-8 dərəcə isti, gündüz isə 10-15 dərəcə isti olacağı proqnozlaşdırılır və bu da oktyabrın 5-nə hava haqqında məlumat idi.